Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən kurikulum və tarix üzrə təlimçi müəllim Rəhman Polad. Mövzumuz Tim Hurson produktiv düşünmə modelidir. Produktiv düşünmə modeli dünya praktikasında tətbiq olunmuş və hal-hazırda da müəllimlərin işə qəbul imtahanına hazırlaşan müdavimlərin 2026-cı ildə imtahan verəcəyi çərçivə sənədində də öz əksini tapmış və imtahanda situasiya formatlı testlər və digər məqamlarla əhatə olunacaq suallarla bağlı olan bir modeldir. Yəni, müəllimlərin işə qəbul imtahanına hazırlaşan müdavimlər bu mövzunu daha dərindən mənimsəməli, bu kateqoriyadan olan testlər işləməli və bu mövzuya tam hazırlığı olmalıdır ki, MİQ imtahanlarında istifadə olunacaq testləri cavablandırmaqda çətinlik çəkməsinlər. Tim Hursonun produktiv düşünmə modeli nəyə əsaslanır? İlk əvvəl buna cavab verək ki, Tim Hurson ümumiyyətlə kimdir, nə işlə məşğuldur? Tim Hurson Kanadalı yazıcı olmuşdur, biznes konsultantı, natiq idi və o 2007-ci ildə Daha Yaxşı Düşün adlı bir kitab yazmışdır və həmin kitabda produktiv düşünmə modelinə yer verir, bu haqda danışır və onun yaratmış olduğu bu model getdikcə yayılır, ölkə sərhədlərindən kənara çıxır və bütün dünyada populyarlaşır. Mahiyyəti nədən ibarətdir? Mahiyyəti ondan ibarətdir ki, yəni həyatda insanlar problemlərlə üzləşdikləri zaman, hər hansısa bir məqamlarla qarşılaşdığı zaman, çətinliklərlə, problemlərlə üzləşdiyi zaman və yaxud uğur qazanmaq istədikləri zaman bu həmin uğur və çətinliklər və yaxud da ki, problemlərlə baş etməklə bağlı mərhələli şəkildə, sistemli şəkildə mübarizə aparmalar lazımdır ki, həmin problemi həll etsinlər, uğura müvəffəq olsunlar, nail olsunlar. Əsas məsələ bundan ibarətdir. Yəni, biz məsələn, çox yerdə eşidirik uğurlu insanlar və onların həyat hekayələri barədə. Onlar müəyyən fikirlərini bizlərlə bölüşürlər, paylaşırlar, necə uğur qazanıblar və s. Lakin ola bilər ki, onlar tam həzmdə bütün nüansları qeyd etmirlər. Lakin bu bir sir deyil ki, heç kimsə əlləri cibində uğura imza ata bilməz. Yəni, hər hansı bir uğur varsa, onun üçün mübarizə lazımdır, onun üçün sistematik formada iş, əməliyyat aparmaq lazımdır. Kiçik uğur üçün kiçik mübarizə, böyük uğur üçün böyük mübarizələrdən söhbət gedir. Lakin pərakəndə şəkildə mübarizə aparmaq ola bilər ki, nəticə verməsin və bu çox zamanda nəticə vermir. Yəni, hər hansısa bir problemlər zamanı, hər hansısa bir məqsədlər zamanı biz sistemli şəkildə mübarizə aparmalıyıq. Sistemli şəkildə buna konsantrə olmalıyıq və bunu həll etməliyik. Məhz Tim Hurson da bundan bəhs edir. Yəni, öz modelində bundan bəhs edir. Deyir ki, hər hansısa bir problemlər baş verdiyi zaman onu sadəcə olaraq 6 mərhələdə həll etmək lazımdır. Və bu, pedaqoji olaraq sinif mühitində və yaxud real həyatda da tətbiq oluna bilər və öz səmərəsini, öz nəticəsini mütləq şəkildə ki, verəcəkdir. Tim Hursonun produktiv düşünmə modeli 6 mərhələdən ibarətdir. Hansı mərhələlərdən söhbət gedir? Birinci mərhələ, problem nədir? İkinci mərhələ, gözlənilən uğur nədir? Üçüncü mərhələ, əsas sual nədir? Dördüncü mərhələ, mümkün cavablar yarat. Beşinci mərhələ, ən uyğun cavabı seç. Altıncı mərhələ, plan qur, resurs yarat. Bunlardan ibarətdir. Yəni, keçək daha xırdaçı, daha detalçı formada izahımıza. Yəni, hər hansı bir problem baş verdiyi zaman və yaxud hər hansı bir məsələ ilə bağlı bir yanaşımı ortaya qoyduğumuz zaman ilk əvvəl ona ad verməliyik. Yəni, nə baş verir sualı var. Yəni, problem nədir? Hər hansı bir problem var, biz onu ümumiyyətlə müəyyən etməliyik. Problem nədir? Nədən ibarətdir? Problemin hansı səbəbləri var? Yəni, hansı səbəblərdən bu problem yaranıb? Problemin kimə və nəyə təsirləri var? Problemi həll etməyin faydası nə olar? Bu problemlə daha əvvəl və yaxud kimlərsə, nələrsə rastlaşımı belə problemlərlə? Birinci mərhələnin əsas xüsusiyyəti, əsas keyfiyyətləri bundan ibarətdir. Yəni, sən problemi tanı. Gör problem nədir? Problemi yaradan amillər nədir? Səbəblər nədir? Ona fokuslanmalısan. Əgər sən problemi müəyyən etməsən, o problemi necə həll edə bilərsən? Baxın, Tim Hurson bunu qeyd edir. Bununla bağlıdır ki, problem nədir? İlk əvvəl bu mərhələdə bu məqamlarla bağlıdır. Problemin səbəbləri,
baş vermə hissələri, kimlərə və nəyə təsiri, həll olacaqsa bu necə bir fayda verə bilər və yaxud kimlərsə bu problemlərlə rastlaşıb yoxsa yox və yaxud necə reaksiya olub. Bu məsələ. İkinci məsələ, problemi tapdıq. Problem nədir? Problemi yaradan səbəblər nələrdən ibarətdir? Bunu müəyyən etdik. Əla. Keçirik ikinci mərhələyə. Uğur nədir? Nə istəyirsən? Yəni sən problemi bildin ki, problem nədir? Keçid edirik ikinci mərhələyə. Gözlənilən uğur nədir? Yəni sən bu problemi həll etdikdən sonra nə istəyirsən? Məqsədin nədir? Amalın nədir? Yəni ən sonda sən nəyə müvəffəq olmaq istəyirsən? Bunu müəyyənləşdir. Yəni problemin səbəblərini araşdırdın, problem nədir? Tapdın. İkinci məsələ, bu problemdən çıxış etdikdən sonra ən sonda qazanacağın uğur, nailiyyət nədən ibarət olmasını istəyirsən? Bunu müəyyənləşdirirsən. İkinci mərhələnin mahiyyəti bundan ibarətdir. Üçüncü məsələ isə əsl sual nədir və yaxud əsas sual nədir? Yəni problemi necə həll edə bilərəm? Baxın, mərhələ-mərhələ problemi analiz etdik ki, problem nədən ibarətdir? İkinci mərhələ, ən sonda nə istəyirsən, nəyə nail olmaq istəyirsən? Üçüncü məsələ, mən bu problemi necə həll edə bilərəm? Problemi həll etmək üçün hansı yoldan istifadə edim, hansı vasitələrdən? Yəni əsas sual, problemi həll etməklə bağlı. Yəni mən bu problemi necə həll edə bilərəm? Dördüncü məqam isə mümkün cavablar yarat. Yəni bir neçə versiya yarat, bir neçə ideya ortaya at. Mən filan deməli xüsusiyyətlərlə, filan addımlarla, filan hərəkətlərlə bu problemi həll etməyə çalışa bilərəm. Müxtəlif ola bilər məsələlər. Yəni bir məsələ barədə real və yaxud qeyri-real müxtəlif ideyalar ola bilər, müxtəlif fikirlər ola bilər ki, mən bu yolla bunu həll edə bilərəm. Birinci variant, ikinci variant, üçüncü variant, dördüncü variant və s. Beşinci mərhələ isə bu həmin mümkün cavablar yarat olan mərhələsində, yəni bir neçə versiya səsləndirilib ki, bir neçə fikirlər var ki, mən bunları sınamalıyam. Bunların necə deyərlər, ən yaxşısı hansıdır? Beşinci mərhələ isə bundan ibarət. Yəni mümkün cavablar yaratdınız, müxtəlif fikirlər ifadə etdiniz. Bunlar içərisində ən səmərəlisi, ən uygunu hansıdır? Məsələn, tutaq ki, mümkün cavablar yarat mərhələsində A, B, C, D, Y, Ə, F, G və s. Müxtəlif variantlar, müxtəlif ideyalar var. Bunların içərisində ən səmərəlisi, ən uygunu, reallaşdırılması ən doğru olanı hansıdırsa, onu seçim edirik. Ən uyğun cavabı seç. Və ən uyğun cavabı 5-ci mərhələdə seçdikdən sonra problemə uyğun, 6-cı mərhələ isə plan qur, resurs seç. Yəni zamanı ayarla və yaxud hansı vasitələrdən istifadə edəcəksən, sənə hansı insanlar köməklik eləyəcək, hansı ardıcıllıqla işi aparacaqsan, plan, sxem yaradırsan və ona uyğun fəaliyyəti qurduqdan sonra artıq alqoritm tamamlanmış olur. Yəni Tim Hursonun produktiv düşünmə modeli buna əsaslanır. Hər hansısa məsələn bir problemi situasiya olaraq canlandıraq. Məsələn, müdavim deyir ki, mən kitab oxuyuram, lakin yadımda qalmır. Yəni mən kitab oxumaqla bağlı çətinlik çəkirəm. Yəni istədiyim məqsədə nail ola bilməkdən ötürü mənə həmin informasiya lazımdır. Məsələn, müəllimlərin işə qəbul imtahanına yaxud sertifikasiya imtahanına imtahan verəcəyəm. Lakin bu informasiyalar mənə lazımdır. Lakin məlumatlar mənim yadımda qalmır. Problem budur. Problem deməli nədən ibarətdir? Məlumatlar yadda qalmamağı. Və bu məlumatların yadda qalmamağın səbəblərini araşdırırıq ki, niyə görə yadda qalmır? Niyə görə bu baş vermir? Məsələn, baxın problem. Məlumat yaddaşda uzun müddətli qalmır. Məlumat yaddaşda uzun müddət qalmır. Yaxud heç qalmır. Yəni problemimiz bundan ibarətdir. Bəs istəyimiz nədən ibarətdir? İstəyimiz ondan ibarətdir ki, məqsədimiz informasiya yadımızda qalsın, gedək imtahanı verək. Ən yüksək balı yığaq. Ən yüksək bal toplayaq, respublika birincisi olaq. Məqsədimiz budur. Və yaxud yüksək ballardan birini toplayaq, mərkəzi vakansiyalardan birini seçək. Məqsədimiz bundan ibarətdir. Yüksək bal toplamaq. Yüksək bal toplamaq. Məqsədimiz, yəni uğur. Sən nə istəyirsən? Yüksək bal toplamaq istəyirsən.
Əsas sual nədir mərhələsinə keçirik indi. Əsas sual nədir? Mən bu problemi necə həll edə bilərəm? Yəni, məlumat yaddaşda uzun müddətli qalmır və yaxud çox az qalır və yaxud heç qalmır. 3-də də bal toplamaq istəyirəm. Mən bu problemi necə həll edə bilərəm? Problemi necə həll edə bilərəm? Belə bir məqam var. Daha sonrası keçid edirik 4-cü mərhələyə. Mümkün cavablar yarat. Mümkün cavablar içərisində bir sıra versiyalar var. Versiyalar içərisində nədən ibarətdir? Bəlkə də müdavim kitab oxuyur, bəlkə də onun öyrənmə tərzi kitabı oxuyub yazaraq öyrənmə tərzinə uyğun deyil. Bəlkə də onun oxuyub yazaraq öyrənməklə bağlı çətinliyi var. Bəlkə də onun öyrənmə tərzi audialdır. Bəlkə də vizualdır və yaxud kinestetikdir. Müxtəlif bəlkə də şəxsiyyət tipləri ilə əlaqədardır. Yəni, bu məqamlar nəzərə alınmalıdır. Müdavim ola bilər ki, kitabı səssiz formada oxuyur. Yadında qalmır. Və yaxud da ki, səsli formada oxuyur, yadda qalmır. Bunun üçün mümkün cavablar yarat mərhələsində bir sıra versiyalar irəli sürməliyik. Bir sıra variantlar irəli sürməliyik. Məsələn, birinci məsələ nədən ibarətdir? Məsələn, tutaq ki, məsələ çəkək bura. Səsli formada oxu. Səsli oxu. İkinci məsələ. Sakit şəkildə oxu. Sakit oxu. Üçüncü məsələ. Video materiallardan istifadə et. Video materiallardan istifadə et. Və s. Bu siyahısını artırmaq olar. Yəni, əsas məqsəd, əsas mahiyyət nədən ibarətdir? Mümkün cavablar yarad məsələsi ilə bağlıdır. Mümkün cavablar yarad. Yəni, müxtəlif versiyalar irəli sür. Və bu 4-cü mərhələdə müxtəlif versiyalar ki, irəli sürmüşük, bu irəli sürdüyümüz müxtəlif versiyaların içərisində 5-ci mərhələdə ən uyğun versiyanı seçəcəyik. Yəni, biz sınaqdan, təcrübədən keçirdirik müxtəlif məqamları, müxtəlif mümkün cavablar içərisində. Müəyyən edirik ki, ən səmərəli yol səsli formada oxumaq imiş. Yəni, daha uzun müddətli yaddaşlar qalır, səsli formada oxumaq daha rahatdır. Məsələn, audio öyrənənlər üçün. Və səsli oxudan istifadə edirik, ən uyğun cavabı seç olan hissədə. Daha sonra isə 6-cı mərhələdə isə nə edirik? Neçə ay oxuyacağam, daha sonra nə qədər müddət təkrar edəcəyəm, hansı vasitələrdən istifadə edəcəyəm, hansı video materiallardan istifadə edəcəyəm, hansı testləri işləyəcəyəm və s. Plan qrup resursunu təyin edir və beləliklə uğura imza atır. Yəni, bunun mərhələli şəkildə baş verir bu proseslər. Yəni, pərakəndə formada ola bilməz. Çünki pərakəndə formada həqiqətən də elə məlumat yadda qalmırsa və körtəbir surətdə necə gəldi, oxusan onsuz da yadında qalmayacaq. Problemi müəyyən etməlisən, nə istəyirsən, məqsədin olmalıdır, hədəfin olmalıdır. Problem üçün odaqlanmalısan ki, həll etməliyəm mən bunu, müxtəlif versiyalarla işləməlisən, daha sonra ən uyğun cavabı seçməlisən bunlar içərisində ki, mənim yolum bu yoldur, yəni, deməlisən ki, mən bununla uğur qazana bilərəm. Bir çox insanlar, məsələn, sakit bir şəkildə oxuyurlar, uğur qazanırlar, amma mən səsli formada daha yaxşı yadıma qalır. Mən səssiz bir şəkildə oxuduğum zaman mənim fikrim yayınır. Belə bir məqam varsa, özünə uyğun, özünə müvafiq ən uyğun cavabı seçirsən və plan tərtib edib buna uyğun resurs seçirsən. Produktiv düşünmə modeli buna əsaslanır. Yəni, çox sadə bir modeldir. Bununla bağlı situasiya testləri də sadədir. Modelin özü də sadədir. Sadəcə olaraq mahiyyətini anlayıb başa düşmək lazımdır. Mahiyyətini tam qavradıqdan sonra bu kateqoriyada olan suallara cavab vermək də çox asan olacaqdır. Ümid edirəm ki, mənim izahım sizlər üçün faydalı oldu, səmərəli oldu. Bu yeni modeldir. Yəni, MİQ imtahanlarına tətbiq olunacaq yeni modellərdən birisi hesab olunacaqdır. Hesab edirəm ki, bu yenilikləri öyrənmək lazımdır. Bu yeniliklər üzərində işləmək lazımdır ki, imtahanda çətinlik çəkməyək və yaxud çəkməyəsiniz. Hər birinizə müvəffəqiyyətlər arzulayıram. Sağ olun, uğurlar.